Rəhman surəsi Məkkədə nazil olmuşdur. 78 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. Rəhman, mərhəmətli olan Allah öz Peyğəmbərinə Qur'anı öyrətdi. İnsanı yarattı. Ona danışmağı, fikrini və duyğularını bəyan etməyi öyrətdi. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edər. Otlar da, ağaclar da Allaha səcdə edər. Göyü o ucaltdı. Tərəzini, ədalət tərəzisini o qoydu. Ona görə ki, çəkidə həddi aşmayasız, insafı əldən verməyəsiz, tərəzini düz tutun, çəkini əskiltməyin, çəkidə insaflı olun, tərəzini korramayın. Yeri də, bütün məxluqat üçün o döşədi. Orada növbə-növ meyvələr və tumurcuqlu, salxımlı xurma ağacları, yaşıl ikən yarpaq, quruluğunda saman olan saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər, reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s. vardır. Ey cinlər, ey insanlar, belə olduqda Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? İnsanı, Adəmi saxsı kimi toxunduqda səs çıxardan, quru palçıqdan o yarattı. Cinlərin əcdadı canlı da, tüstüsüz, təmiz oddan o xəlq etdi. Belə olduqda, Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? İki məşriqin və iki məğribin Rəbbi, günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi odur. Belə olduqda, Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Suları şirin və acı olan iri dənizi o qovuşdurdu. Bir-birinə qovuşmaq üçün açıb buraxdı. Amma onların arasında maniyə vardır. Bir-birinə qatışmazlar, özləri üçün müəyyən edilmiş həddi aşmazlar. Belə olduqda, Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Onlardan, o iki dənizdən inci və mərcan çıxar. Belə olduqda Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Dənizdə uca dağlar kimi üzən gəmilər də onundur. Belə olduqda Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Yer üzündə olan hər kəs fanidir, ölümə məhkumdur. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Belə olduqda Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Göylərdə və yerdə kim varsa, hamısı ondan ruzi, mərhəmət və mədəd diləyər. O hər gün, hər an bir işdədir, birini öldürər, birini dirildər, birinin duasını qəbul edər, birinə mərhəmət əta edib, digərinə cəza verər. Bir işlə məşğul olmaq, onu digərindən yayındırmaz. Belə olduqda Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Ey ağır yük, mükəlləfiyyət altında olanlar, yaxud yerə ağırlıq verən cinlər və insanlar, sizinlə də layiqincə məşğul olacaq. Əməllərinizin haqq hesabını mütləq çəkəcək. Belə olduqda, Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından
çevrəsindən kənara çıxa bilərsinizsə, çıxın. Siz oradan ancaq qüdrət və qüvvətlə, Allahın sizə bəxş etdiyi elmin qüdrəti ilə çıxa bilərsiniz. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Qiyamət günü sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək. Başınıza ərimiş mis, od və duman töküləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Qiyamət günü göy ayrılıb, dağ basılmış dəri, yaxud dağ edilmiş yağ kimi, qıpqırmızı olduğu zaman halınız necə olacaq? Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Günahkarlar üzlərindən tanınacaq. Şəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Onlara belə deyiləcəkdir: bu günahkarların yalan hesab etdikləri cəhənnəmdir. Onlar onunla, cəhənnəm oduyla qaynar su arasında dolanıb duracaqlar. Belə olduqda, ey cinlər, ey insanlar, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Şübhəsiz ki, Rəbbinin məqamından, hüzurunda haqq hesab üçün durmaqdan qorxanları iki cənnət gözləyir. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? O iki cənnətin ağacları qollu budaqlıdır, merli meyvəlidir. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Orada, o cənnətlərdə iki axar bulaq vardır. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Orada, o iki cənnətdə hər meyvədən quru və təzə tər olmaqla iki növ vardır. Möminlər onların birini dünyada görmüş, digərini isə görməmişdir. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Onlar, möminlər orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır. Möminlər harda olsalar, ağaclar onlara yaxın gələcək. Onlar həmin meyvələri ayaq üstü olanda da, oturanda da, uzananda da dərib yiyə biləcəklər. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Orada, o cənnətlərdə gözlərini yalnız ərlərinə dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins, insan və cin toxunmamış qadınlar vardır. Belə olduqda, Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Onlar, o qadınlar rəng və gözəllikcə, sanki yaqut və mərcandılar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Yaxşılığın əvəzi ancaq yaxşılıqdır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Onlardan, o iki cənnətdən başqa, möminlər üçün daha iki cənnət vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? O iki cənnət yamyaşıldır, o qədər yaşıldır ki, qarıya çalır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Orada, o iki cənnətdə fəvvara verib qaynayan iki bulaq vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Orada, o iki cənnətdə
növbə-növ meyvələr, xurma və nar var. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Orada o cənnətlərin hamısında, dördündə də xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Çadırlarda gözlərini yalnız öz ərlərinə dikmiş hurilər vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Onlara ərlərindən əvvəl heç bir inc-cins toxunmamışdır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Onlar, möminlər yaşıl balışlara və gözəl naxışlı, incə ilməli, xovlu xalılara, yaxud yumuşaq qalın döşəklərə söykənmiş olacaqlar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Ya Peyğəmbər, sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır, nə qədər uludur.